Əziz bilgələr, bu dəfə sizə Azərbaycan tarixinin 19-cu əsrin son mövzularından olan Cənub Azərbaycanın 19-cu əsr tarixindən söhbət edirəm. Cənub Azərbaycan təəssüf ki, xəritədə göstərə biləcəyimiz bir vəziyyətdə deyil. Xəritə dükanlarında hələ ki Cənub Azərbaycanın bir xəritəsini tapmamışam. Əgər videonu izləyən müəllimlərdən yaxud da abituriyentlərdən kimsə belə bir xəritəyə, yəni Cənub Azərbaycanın yaxud da bütöv Azərbaycanın xəritəsini əldə edə biləcəksə, mən də mənlə əlaqə saxlasın, mən də ona təşəkkürümü bildirim. Xəritəni götürmə şansıyla. Xəritəni götürmə şərti ilə. Nəysə, sözdə yekunda Cənub Azərbaycan Qacar dövlətinin tərkibində idi. Cənub Azərbaycan Qacar dövlətinin tərkibində idi və burada Qacarlar tərəfindən üsul idarə həyata keçirilmişdi. Türkmənçay müqaviləsi imzalanandan sonra bir sıra xanlıqların daxili müstəqilliyi ləğv olunur, Makku ilə Urmiyadan başqa. Onlar İranın, yəni Qacarın əsas 4 vilayətlərindən biri olur. Mərkəz olaraq Təbriz şəhəri yenə də önəmli idi. Təbriz şəhərinin Vəliəhd Nation yaxud Səltənət evi adlandırılır. Yəni Təbrizdə əsasən şəhzadələr, valilər əyləşirdi. Şəhzadələr də əsasən onsuz da vali olurdu. Ya da ali baş komandan, ordu başçısı. Məsələn, biz 2-ci Rus-Qacar müharibəsində Abbas Mirzəni görürük ki, o Təbrizdə oturdu. Yəni bu oradan da bilirik ki, yəni hökmdarın ya öz övladı, yoxsa qardaşı övladı. Yəni belə bir insanlar Təbrizdə əyləşirdi. Biz indi bu dərsin içində siyasi, iqtisadi, sosial vəziyyətdən danışıb sonra üsyanlara keçəcəyik. Sosial vəziyyətdən söhbət edəndə biz bildiririk ki, düzdür, Qacarlar dövlətinin tərkibində yaşamaqlarına baxmayaraq, kapitalizmin inkişaf etdiyi bir dövrdə Qacarların dövlət olaraq zəif olması avtomatik əhalinin vəziyyətinə də təsir edir. Belə ki, ümumiyyətlə iqtisadi məsələdən söhbət edəndə biz deyirik ki, Qacarların ərazisi Rusiyanın və İngiltərənin elə bil xammal mənbəyinə çevrilir və hətta yarı formalı onlardan da iqtisadi cəhətdən asılı düşürlər. Düzdür, burada kapitalizmin inkişafı nəticəsində bir sıra sahələr inkişaf eləmişdi. Daha çox hansı sahələr inkişaf eləmişdi? Həmin iki dövlətə hansı sahə lazım idisə, o sahə inkişaf eləmişdi ki, onların satışını həyata keçirsinlər. Məsələn, burada kapitalizmin inkişafı nəticəsində bir sıra sənətkarlıq sahələri çökür, bir dənə xalçaçılıq və keçətçilik özünü qoruyub saxlaya bilir. Məsələn, orada deməli, digər şəhərlərə nisbətən ticarət baxımından, sənətkarlıq baxımından inkişaf eləmiş şəhərlərdən Urmiyanın, Təbrizin, Xalxalın adını çəkmək olar ki, Marağanın adını çəkmək olar ki, bu şəhərlər öz gücünü, varlığını qoruyub saxlaya bilmişdi. Sənətkarların narazılığının digər səbəbi isə bu şeylərə kapitulyasiya tipli bir şeylərin verilməsi idi. Xarici dövlətlərə kapitulyasiyalar verilirdi. Ona görə də əhali iqtisadi cəhətdən çətin şəraitdə yaşayırdılar. Dediyimiz kimi, Qacar dövlətinin tərkibində olanda Cənub Azərbaycan ərazisində əhalinin yuxarı təbəqəsinə ağalar, ruhanilər, xanlar daxil idilər. Eyni zamanda müxtəlif torpaq mülkiyyət formaları var idi. Onlardan xüsusi danışmaq lazımdır. Məsələn, tiyul torpaq mülkiyyət formasından danışanda deyirik ki, xidmət müqabilində verilirdi, şərti xarakter daşıyırdı. Mülk torpaq mülkiyyət forması vardı, yaxud digər adı ərbabi idi. İrsi torpaqlar idi. Ümumi torpaqların, yararlı torpaqların 66%-ni təşkil edirdi. Xalisə torpaqlarını bəzən divan torpaqları da adlandırırlar. Dövlətin nəzarətində olan torpaqlar idi. Gəliri birbaşa dövlət xəzinəsinə daxil olurdu və hətta deyir, Nəsrəddin Şahın dövründən etibarən 1886-cı ildən etibarən satışa çıxarılması haqqında da qərar verilmişdi. Sonra ümumiyyətlə torpaqların, kəndlərin bir hissəsi torpaqsız kəndlərə çevrilmişlər. Onları adlandırdılar yardarlar. Yardar bəzən tezdə bizə düşür ki, nə demək? Cənub Azərbaycanda torpaqsız kəndlərdir, torpaq icarəyə götürürdülər. Bir də burada vardı xırda maliklər. Xırda maliklər ümumi kəndlər içərisində az bir hissəsini əhatə edirdi. Daha çox Urmiya gölü ətrafında yayılmışdı. Xırda torpaq mülkiyyəti olan insanlara deyirdilər xırda maliklər. Vəqf torpağı var idi, dini idarələr, məscidlər, ənənəvi onsuz da vəqf torpağı ənənəvi bir şeydir. Oxşar götürə bilərsən, tam eyni şey götürə bilməzsən. İlati də düzdür, belə deyim, daha çox ilati torpaqları otlaqlardan təşkil olunurdu, ibarət idi və xidmət müqabilində tayfalara verilirdi. Amma sonradan tayfa başçısında irsi keçməyə başlaydı. Amma belə xidmət müqabilində verilməyinə görə oxşar xüsusiyyət kimi götürə bilərsən tiyulla ilati torpaqlarını. Vergilərdən danışanda əsas bir neçə vergi var. Məsələn, torpaq puludur, qapı puludur, bir də baş pulu vergisindən söhbət edirik. Torpaq pulu ənənəvi bildiyimiz kimi mal cəhətlə oxşardır. Torpaqdan istifadə müqabilində verilən məhsul vergisi idi. Baş pulu dedik ki,
Heyvanların sayına görə ödənilən vergi, bir də qapı pulu otlaq sahələrinə görə. Qapı pulu vergisini Cənubi Azərbaycanda şimalda Çöpbaşı ilə, Çobanbəyi ilə oxşar xüsusiyyət götürə bilər ki, otlaqların sayına görə, yəni otlaqların daha doğrusu istifadəsinə görə verilirdi. Bir də ki, dövründə, Hülaçar dövründə qopçur vergisi əvvəlcə otlaqlardan istifadə müqabilində ödənilən vergi sayılırdı. İndi bu vergi mükəlləfiyyətlərdən danışdıq. Vergilərin, mükəlləfiyyətlərin ağırlığı, ruhanilərin özbaşınalığı, möhtəkirlik. Möhtəkirlik nədir? Saxta, süni, elə bil ki, qıtlıq yaratma deməkdir. Yəni, taxılı zadı gizlədirdilər. Ümumiyyətlə, taxıldan danışmışlar, girişdə bu barədə məlumat var ki, 19-cu əsrin 50-70-ci illərinə qədər Cənubi Azərbaycan Qacar dövlətinin əsas taxıl və heyvandarlıq ambarı hesab olunurdu. Yəni, sonradan artıq onun funksiyası zəifləməyə başlayır. Taxıl istehsalı, maldarlıqla məşğul olan insanların sayının üstün olması iqtisadiyyata böyük töhfə verir. Artıq gəlib çıxan üsyanlardan danışmağa. Ümumiyyətlə, bu sosial narazılıqları mən ayrı-ayrı, xırda-xırda qeyd eləməyə ehtiyac yoxdur. Və yekunda üsyanlardan danışanda biz 1848-ci ildən 1852-ci ilə qədər davam eləmiş Babillər hərəkatından danışırıq. Və Babillər hərəkatı Cənubi Azərbaycanda yayılmışdı. Babillər hərəkatının əsas sosial problemləri, iqtisadi problemlər, az bir miqdarda siyasi problemlərə qarşı çevrildiyini deyə bilərik. Babillər hərəkatının əsas, belə deyək ki, baş verdiyi yer Zəncan şəhəri olmuşdu. 1850-ci ildə Zəncanda. Bu Zəncandakı üsyana da Tahirə adı ilə Zərrintac adlanan bir qadın başçılıq eləmişdi. Zəncan üsyanında qadınların bərabərlik məsələsi də tələb olunmuşdu. Bu tələb irəli sürülmüşdü. Düzdür, Babillər hərəkatı yekunda məğlubiyyətdən nəticələnir. Amma Babillər hərəkatının baş verməyi Qacar dövlətini biraz narahat eləməyə başlayır ki, deməli, cəmaat yatmamışdılar, oyaq idi cəmaat. Sonra biz orada, bax bir dənə şeyə deyək ki, Cənubi Azərbaycan üsyanlarının içərisində ilk böyük üsyan buydu. Bundan əvvəl xırda üsyanlar baş vermişdi, bizə vermir ona. İlk böyük üsyan buydu deyə, bəzən bizə sual verir ki, ilk anti-imperialist üsyan hansıydı? Biz deyirik ki, Babil hərəkatı. Yox. İlk anti-imperialist üsyan 1891-92-ci illərdə baş vermiş, Talbota qarşı baş vermiş üsyan. Belə ki, Nəsrəddin Şah 91-ci ildə İngiltərənin Talbot şirkəti ilə tütün istehsalı, satışının inhisarına dair bir müqavilə imzalamışdı. Bu müqaviləyə görə də artıq tütün sahəsinin satışı keçir Talbot şirkətinin əlinə. Təbii ki, bu həm yerli kəndləri də narazı salırdı, sənətkarları da narazı salırdı, tacirləri də narazı salırdı. Ona görə də 91-92-ci illərdə Təbrizdə üsyan baş verir. Üsyan daha sonra deyir İranın digər şəhərlərinə, məsələn Şiraza, Məşhədə kimi yayılmağa başlayır və nəticədə Şah qorxuya düşür və 92-ci ildə inhisarı ləğvi haqqında qərar verilir. Bir də bizə üsyanların içərisində sonuncu olaraq 1898-ci ildə Təbrizdə Zeynəb Paşa, bir də ki, sonuncu üsyan olaraq Zeynəb Paşanın üsyanını söhbət edirəm. Zeynəb Paşanın üsyanı Təbrizdə baş vermişdi. Zeynəb Paşanın üsyanı taxıl möhtəkirliyinə qarşı çevrilmişdi. Bayaq möhtəkirliyin nə olduğunu dedim. Zeynəb Paşa hətta əsəbləşir, gedir taxıl ambarlarının qapısını açır, cəmaata deyir ki, satın ucuz qiymətə ya da ki, pulsuz verin. Zeynəb Paşanın üsyanı ilə Babil hərəkatının Zəncan üsyanı oxşar qadınlar rəhbərlik eləmişdi. Möhtəkirliyə qarşı çevrilmişdi. İndi Babillərdə də azdan çoxdan möhtəkirliyə qarşı var idi, ruhani özbaşınalıqlar var idi. Və biz Cənubi Azərbaycanda son olaraq mədəniyyətdən bir-iki kəlmə söhbət edirik. Mədəniyyətə biz daha çox Rüşdiyyənin adını çəkməyə məcburuq. Düzdür, səndə mədəniyyət dərsinin içindədir bu Rüşdiyyə. Təzə kitabda burada mədəniyyətdən verilibdir. Rüşdiyyənin mətbuat sahəsində Təbriz üçün gördüyü işlər vardı, Cənubi Azərbaycan üçün, vətən üçün gördüyü işlər vardı. Bir də o, Üsul-i Cədid məktəblərinin Cənubi Azərbaycanda açılışında iştirak eləmişdi. Mədəniyyətin içində bundan bir də söhbət eləyəcəyik. Bir də Təbrizdə Darülfünun fəaliyyət göstərdi. Mədrəsə, universitet səviyyəli bir şey idi. Orada dini elmlərlə bərabər fransız dili, həndəsə, fizika, kimya, digər dünyəvi elmlərdə keçilirdi. Və belə Cənubi Azərbaycan 19-cu əsrdə tarixini başa çatdırdıq. Özüm hiss edirəm ki, bu dərs digər dərslərə nisbətən maraqsızdır, çünki yorulmuşuq. Özünüzə yaxşı baxın, videonu bəyənin, dərsinizi yaxşı oxuyun. Blok gəlir, qəmləndik. Burada da slow motion'a bir ağlamalı mahnı qoyarım.